Salam dostlar, necəsiniz? Ümidvaram ki, yaxşısınız əziz dostlar. Bu videoda DLC 19-u necə və hardan yükləmişəm, onu sizə öyrədəcəm. Əziz dostlar, bir də onu qeyd edim ki, DLC 19-u Play Store-da axtarmağa dəyməz, çünki Play Store-da DLC 19 yoxdur. Təəssüflər olsun ki, siliblər oyunu. Çünki mənim cihazımda yoxdur, tapılmır DLC 19, DLC yazıram, yoxdur. Gördüyünüz kimi digər oyunlar gəlir. Ola bilər ki, yəni onu da qeyd edim ki, mənim cihazım Android'in yeni versiyalarındandır. Yəni ola bilər ki, Android'in köhnə versiyalarında çıxa bilər. Yəni tam dəqiq deyə bilmərəm. Və həqiqətən də DLC 19-u istəyənlər çox oldu. Özünüz də görürsünüz. Bir neçə dostlarım mənə yazdı ki, Qarabağ loqosunu necə eləmişsən və digər yorumlar da yazılıb. Bəlkə vaxt itirmədən keçək əsas məsələyə. Əziz dostlar, Chrome-a daxil olursunuz və oradan Happy Mode axtarışa verirsiniz, Happy Mode-dan yüklüyorsunuz və gördüyünüz bunu Happy Mode yazırsınız, yüklüyorsunuz və daxil olursunuz Happy Mode-a. Bir dəqiqə, aha, tamam, açıldı. Və özünüz də görürsünüz ki, burada digər oyunların da hiləsi var. Hətta GTA San Andreas səbəbçiləri də oyunu yükləyə bilərlər. Və digər oyunlar da, yəni istədiyiniz oyunları yükləyə bilərsiniz. Və böyle daxil oluruq axtarış bölməsinə və burada DLC yazmağımız kifayətdir. DLC. Tamamdır. Yazdıq, keçdik və ən başda görürsünüz, Download Soccer yazılıb. Keçid alırıq və burada 3 dənə belə deyək, mod verir və üçüncünü yükləyəcəyik. Daxil oluruq və burada gördüyünüz kimi video şəklində də göstərilir. Yəni mən videonu izləyə bilməyəcəm, çünki videoma telif haqqı gəlir əziz dostlar. Təəssüf olsun ki, yəni videonu sizə göstərə bilməyəcəm. Yəni buna görə yəqin ki, məni özünüz sayarsınız. Əziz dostlar, deməli DLC 19-da 5 maksimal oyuncu düzəltmə kartı verilir və siz də öz ürəyiniz istəyən oyuncunu düzəldib oyuna gətirə bilərsiniz. Məsələn, mən də bu cür eləmişəm. Və yəni Qarabağın oyuncularından Juninho, Dani Bolt, Elvin Cəfərquliyev kimi oyuncuları mən oyuncu düzəltmə kartından düzəltmişəm əziz dostlar. Və videom bu qədər. Əgər nəsə başa düşmədinizsə, nəsə anlamadınızsa yorumlarda yaza bilərsiniz. Hələlik.